Herkese salam, kanalıma xoş gəlmisiniz. Burada böyük alış-veriş vlogu var. Gəlin aldıqlarıma birlikdə baxaq. İlk öncə Massimo'dan aldığım bu şalvarı sizə göstərmək istəyirəm. Bu şalvarı shorts videomda da artıq paylaşmışdım. Bilmirəm görmürsünüz ya yox. Həqiqətən çox gözəldir. Materialı mükəmməldir. Klass duruşu var əlində. Mən duruşunu, şəkillərini buralarda bir yerlərə də yerləşdirəcəm. Həm spor, həm də klassik kombinləmək olacaq bu şalvarı. Yəni ilk baxışdan mən çox bəyəndim. Sadəcə biraz ölçüləri böyükdür. Mən 36 geyinirəm. Bu mənə birazca böyük oldu. Arxa görüntüsünü də yerləşdirmişəm. Yəni həqiqətən çox gözəl deyil. Keçək növbəti sifarişimə. Burada Zara'dan aldığım şalvar var. Əslində bu şalvar klassik şalvardır, amma ətəyi büzgülüdür. Rəngi xaki ilə qəhvəyi arasıdır. Həqiqətən əlində duruşu çox gözəldir və fərqlidir. Nə vaxt mən bu şalvarı geyinsəm, hər kəs onu hardan aldığımı soruşur. Növbəti sifarişlərim isə New Balance-dan olan ayaqqabılardır. Mən ümumiyyətlə New Balance-ın məhsullarını özüm Amerika saytından sifariş edirəm. Ona görə də orijinallığına tam əminəm. Bu ayaqqabıları da bir nəfərin ad gününə sifariş eləmişdim. Düzdür, mən bəyəndim görünüşünü, tam şəkildə olduğu kimi gəldi. Amma özü bildirdi ki, içi biraz narahatdır. Növbəti sifarişim isə yenə də New Balance-dandır. Təbii ki, neynirik, özümüzü də əsla unutmuruq. Təbii ki, artıq bunları geyinmişəm, test etmişəm və sınavdan çox yaxşı keçdi. Ümumiyyətlə, New Balance ayaqqabılarına söz ola bilməz. Bunun da keyfiyyəti çox yaxşı idi. Deməli, bunlarla Qaxta Mamırlı şəlaləsinə çıxdım. Ayaqqabı əsla deformasiya olmadı və neçə saat ayağımda qaldı. Heç ayağımı da incitmədi. İndi isə keçirik Zara sifarişlərimə. Mən bu dəsti uşaq rayonundan almışam, 13-14 yaş. S razmer geyinirəm və mənə çox rahatlıqla olur. Hudisi çox gözəldir, amma şalvar üçün o sözü deyə bilməyəcəm. Baxın şalvara, bir ayağı digərindən uzundur. Bu bermudaya isə ürəyim getdi də, qızlar çox qəşəng durur əyində. Bununla elə gözəl kombinlər edəcəm ki... Qısa deyil, hətta dizdən bir tık aşağıdır. Bununla işə də gedə bilərsiniz çox rahatlıqla, yəni. Hətta beli də olduğundan incə göstərir. Şəklini yuxarıda bir yerlərə qoyacağam. Daha sonra belə bir qəhvəyi basic kofta sifariş eləmişəm. Bu əyində oturan modeldir. Ona görə də L razmer götürdüm ki, göbəyi açıq qalmasın. İndi belə toxunma üstlər dəbdə olduğu üçün mən də belə bir bluz sifariş elədim. Amma bunu uşaq rayonundan yenə 13-14 yaş sifariş eləmişdim. Amma əsla olmadı. Çox dar idi bədənləri. Və o məşhur ətək. Mən bu ətəkdən Crescent Mall'dan almışdım. Onu bacıma almışdım. Daha sonra özümə də sifariş elədim. Əlində duruşunu çox bəyəndiyim üçün. Dəri görüntülüdür, amma dəri deyil. Çox gözəldir, yumuşaqdır materialı. Bu bağlamada şalvarlar dəhşət çoxdur. Ümumiyyətlə, bu dəfəki sifarişlərimdə daha çox şalvarlar zakaz eləmişəm. Üstlər məndə çox olduğu üçün fərqli şalvarlar istəyirdim. Ümumiyyətlə, bu aralar nədənsə aşağıya doğru trapez kimi gedən, amma qısa şalvarları çox bəyənirəm. Bu da elədir. Bir də bunun cins forması var. Bu da eyni modeldir. Hər ikisinin şəklini yuxarılarda bir yerlərə yerləşdirəcəm. S razmeri alıram. Əynimə də çox gözəl oturur. Razmerinizi ala bilərsiniz, yəni. Yenə də Zara bağlaması və yenə də şalvarlar. Təbii ki, təəccüblənmirik. Deməli dostlar, bir influencer də şalvar gördüm. Belə desenli şalvar idi, enli düz model. O qədər bəyəndim, Mangodan almışdı. Sonra getdim Mangoda baxdım, o şalvardan qalmamışdı, tapmadım. Saytda da baxdım, tapmadım. Sonra Zara'da gəzərkən ona bənzəyən bir şalvar tapdım. Baxın, bu şalvar odur. Bunu çox bəyəndim. Yəni onu ala bilməmişdim, ürəyimdə qalmışdı deyə bunu aldım. Sırazu zakaz elədim. Bunun da əyində duruşunu yerləşdirəcəm yuxarıda bir yerlərə. Yəni klassik kombinlənə biləcək qəşəng fərqli bir şalvardır. Düzü sonradan həmin şalvarı tapıb özünü də zakaz elədim. Onu da gələndə paylaşacağım sizinlə. Bilmirəm, inanarsınız ya yox, məni kimi alış-veriş bağımlısının hələ də trend olan qəhvəyi rəngdə şalvarı yox idi. Ona görə də neynədim? Tez qəhvəyi rəngdə şalvar da zakaz elədim. Bunun altında belə dantel detayları var. Videodan bilmirəm
görünür ya yox, amma şəklini yerləşdirəcəm. Burada bir yerləri şəkildə aydın görünür. Səhv etmirəmsə, sonuncu Zara bağlamamdır. Burada yenə də qəhvə şalvar var. Digərini sifariş etdiyimi unudub, bunu da sifariş etmişəm İspaniya saytından. Amma modelləri fərqlidir. Bu da klassikdir. Daha sonra belə bir uzun qol tişört deyək. Yəni nazik koftadır, basic qəhvə idi bu da. Bayaqkından fərqli olaraq bu S razmerdir, amma bayaqkı qəhvəyə kofta L idi. O daha balaca idi, bu isə çox boldur, oversize'dır. Hətta deyərdim oversize'dır. Amma materialı yumşaqdır. Gəldik ən sevdiyim hissələrə, Zara'dan sifariş etdiyim ayaqqabılara. Bu ayaqqabını da mən uşaq reyonundan sifariş etmişəm. Çoxdan da bəyənmişdim bunu. İndirimdə olduğunu görən kimi və mənim razmerim qaldığını da gördüm. Sırazu bunu da zakaz elədim. Və Zara'dan olan sonuncu məhsulum. Bu da təyli idi, sandalet belə deyək. Bunu da öz razmerimdə sifariş elədim. Hətta mən 35-36 razmer geyinirəm. Bunu 36 sifariş etmişdim, amma biraz dardı. Daha doğrusu mənim ayağım türklər demiş taraklı ayaqdır. Ona görə də biraz məni sıxır. Belə qısa məsafəli yaxşı ayaqqabıdır, rahatdır, amma uzun məsafəyə yerimək üçün ayağı incitəcək. O üstündəki iplər də xüsusilə ayağı kəsər. İndi isə Guess-dən aldığım tişörtümü göstərmək istəyirəm. Bunu da təbii ki, uşaq reyonundan almışam. 12-13 yaşdır. S razmeri rahatlıqla oldu. Bunu 50% indirimlə, səhv etmirəmsə 27 manata almışdım. Sinseydəki indirimlərdən mən də yararlanmaq istədim. Buradan daha çox hədiyyəlik məhsullar almışam. Bu body materialı o qədər qəşəng idi, amma inana bilməzsiniz, bunu 4.99 aldım. Daha sonra belə bir hoodie aldım. Bu da endirimdə 8.99 ya da 7.99 idi, səhv etmirəmsə. Materialı qəşəngdir. İçi nə çox qalın deyil, nə də çox nazik deyil. Payızda tam geyməli idi. Və belə bir tişört aldım. Bunun üçün ürəyim getdi. Winnie Pooh desenlidir və qabarıqdır o logo. Winnie Pooh'un logosu qabarıqdır. Bu da 5 manataydı. Yenə də bir nəfərin hədiyyələri başlayır. Bunu onun üçün aldım. Belə bir şortu var idi evdə və əsla əynindən çıxartmırdı. O qədər rahat idi. Yəni əynində heç nə yoxmuş kimi hiss etdirir. Çox nazik, tiril-tiril. Ona görə mən də birini də aldım. Daha sonra belə bir mayka aldım. Bu da gördüyünüz kimi hava keçirən materialdır. Bunu evdə geymək üçün almışam, amma idmana da geymək olar. Bir də özümə də belə bir şort götürdüm. Bunun materialı müslüm kumaş deyirlər. Həmin materialdadır. L razmer götürdüm. Uzun olsun deyə, biraz çox qısa olmasın deyə. Amma beli tam oturdu. Yəni mən S razmer geyinirəm. Beli mənə çox qəşəng oturdu. Belə bir tişört də götürdüm. Bunu evdə geyinmək üçün almışam. Yəni bir nəfərə materialı nazikdir, yaya uyğundur və bir də polo götürdüm. Polo yaxı. Bu da materialı yaxşıdır, nazik saxlayır, rahatdır. Yəni bunu da bəyəndik. Son olaraq Sensei'dən yoldaşıma belə bir şort aldım. Bu da açıq rəng olmasına baxmayaraq iç göstərən deyil, çox qalın da deyil materialı və yəni nə yapışan deyil, elə yapışan şortları mən bəyənmirəm, nə də çox qısa deyil, tam yerində bir şortdur. Keçirik Stradivarius'tan olan kargoma. Bunu Türkiyə saytından zakaz eləmişəm. Burada 3 məhsul olmalıdır, səhv etmirəmsə. Bu zolaqlı tişörtü bonus olaraq sifariş eləmişəm. M razmer götürdüm ki, göbeyi açıq qalmasın, amma bu dəfə də bol oldu təəssüf ki. Bir də mən bu montu qışda Gənclik Mallda görmüşdüm. Daha doğrusu acı qəhvəyi rəngini çox bəyənmişdim, amma dəhşət bahaydı, hədsiz bahaydı deyə əlim gəlmədi almağa. İndi indirimdə görən kimi tez bunu da sifariş elədim. Sadəcə acı qəhvəsi bitmişdi. Və son olaraq belə açıq bej rəngdə kaban istəyirdim. Bu da endirimdə 1190 TL-yə düşmüşdü. Endirimdə olduğunu görən kimi bunu da sifariş etmək istədim. Əynində duruşu yaxşıdır. S razmer götürdüm. Tam oldu razmeri. Bu artıq son kargomdur. Massimo Dutti'nin İspaniya saytından sifariş eləmişəm. Burada sadəcə bir məhsul olmalıdır.
materialını o qədər bəyəndim ki, sizi ötürə bilərdim, göstərə bilərdim. Yay üçün deyil, payız və ya yaz üçün geyinməli idi. Yumşaq, trikoya bənzər bir materialı var. Puluna sonuna kimi dəyər. Bu isə son parçamdır. Bunu Tommy'dən almışdım, Crescent Mall'dan. S razmerdir, materialı çox gözəldir. Artıq dözməyib geyinmişəm. Bu dəfəki aldıqlarım bu qədər. Kanalı izləyib bəyənməyi unutmayın. Hələlik.